Birinci sola keçsəydik uşaqlar. Nə olar? Deyin görəm. 14. Kosinus alfa çıxılsın. Kosinus beta. Ondan sonra bərabər sağda nə qaldı salam? Yazdan. İtibdə o telefona dəymə. Baş olar. Üstüra baxın bir dənə. Kosinusun çıxmasında nə olur? Kosinusun çıxmasında kosinus bu deyiləmi? 2 kosinus daha doğrusu mənfi 2 sinus toplayarıq. Sinus yenə bir dəfə toplayarıq, bir dəfə çıxıyarıq. Düzdürmü? Qulaq asaq. Yazıram kosinus. Yox eləmi? Nələr yazırdım? Mənfi 2 sinus topladım, yarı böldüm. Bir dəfə də nə? Sinus çıxdım, yarı böldüm. Bərabərdir sıfıra. Düzdürmü? Hər tərəfi bölürəm nəyə? Mənfi 2-yə. Sonra deyirəm ki, hasil sıfıra bərabər olandan ağıraq. Ayrı aralıqda sıfıra bərabər eləyək. Bura qədər aydındır. Bax, birinci düsturdan istifadə elədik. Düsturda yerinə qoyandan sonra dedik ki, hasil sıfıra bərabər olanda ayrı aralıqda sıfıra bərabər elədik. Sonra indi təmin qaydasını indi gedirik. Deyirəm ki, sinus sıfıra nədə alır? Birinci argument köçürürük. Sinus sıfıra nədə alır? 180-də, bir də sıfırda. Yəni pikada da, düzdür mü? Buradan da alıram ki, alfa üstə gəl beta bərabərdir nəyə? 2 pi k'ya. Qutar. Burada da 12. Yəni argument köçürürük habedir. Yenə sıfırı nədə alır? Pikada. Sonra hər tərəfi vurduq nəyə? 2'ye. Oldu nə? 2 pi k. Aydındır. Tez yazaq. Getsən 15'e. Eynisi də 15. 15 tamam eynisi qalır. Keçən dəfə burada yazmışım mənə. 15 bunun eynisi. Getdik 17'ye. Yaxşı. Bax, sinüs çarpanın üstüne baxın yuxarıda. Sinüs çarpı bərabərdir nəyə? 2 sinüs alfa. Bax, sinüs çarpı bərabərdir. 2 sinüs alfa, kosinüs alfa. Düzdür mü? Deməli, argumentlər alfa alfa olanda yığdıq çarpı elədik. Yəni 2'yə vurduq, düzdür? Burada da eləyəcək. Bax, 4'ün əvəzinə yazıram 2 vuraq 2. Çünki bizim düsturumuzda 2 sinüs alfa, kosinüs alfa. Bu 2 qalır yerində. 2 sinüs kosinüsü yığışdırıram. Yazıram sinüs. Argument nədirsə 12 misli. Nə eləyir o da? 6x. Bərabərdir nəyə? 1'e. Hər tərəfi bölürəm nəyə? 2'də 1. Sonra yazıram argument bərabər. Argument nədirsə birinci onu yazdım. İndi deyirəm ki, sinusda nə öyrənmişdik? Əvvəldə nə var idi? Mənfi 1 üstü k. Mənfi 1 üstü k. Yaxşı. Bunu bildik. Ondan sonra deyirəm ki, sinus 2'də 1'i nədə alır? 30 nəfər yazılır? 6. Üstə gələk nə olur həmişə? Pika. Düzdür mü? Yaxşı. Və 2 pi hansında olurdu? Kosinusda olur. Mənə lazımdır eləcə x-in cavabı. Məndən 6x kim soruşur ki, bizə x-in qiyməti lazımdır da. Eləcə x-in cavabını tapmaq üçün hər tərəfi 6'ya böldüm. Mənfi 1 üstü k. 6'ya bölmüşəm pi bölü 36. Üstə gələk pika bölünsün. 6. Çatır. Tutar. Tez köçürək. Cəbla. Getdik. 21'e eləmi? Hatta sağa geçsin bir sağa atmışım. Hasil sıfıra bərabər olanda yox. Hasil sıfıra bərabər olandan ayrı yine. Ayrı arada sıfıra bərabər edir. Yəni sən onun ikisini də yazmırsan artıq meyarda balın gedəcək. Yəni mütləq o kənar kökü qeyd edilib yazmalısan ki meyarda cavabın tam dolğun şəkildə olmuş olsun. Bax, açıq sual kimi düşsə da təbii ki. Hasil sıfıra bərabər olanda nə olur? Ayrı arıqda sıfıra bərabər edir. Bax, hasilin vuruqlarından birini yazdım. İndi digər vuruqu yazıram. 2 üstəgəl sinus x bərabərdir nəyə? 0. Buradan alınan sinus x nəyə bərabər olar? Biz də qayda kimi öyrənmişik ki, alim. Sinus ən böyük qiyməti nədir? 1, ən kiçik qiyməti mənfi 1'dən balaca ola bilməz. Yaxşı. Mənfi 1'dən balaca ola bilməzsə, mənfi 2, mənfi 1'dən balacadır. Ona görə bunun cavabı boş olur. Gəlik bu birsinə. Kotangens öyrəndiyimiz, əzbərlədiyimiz heç nə yox idi. Sinusda nə əzbərləmişdik? Mənfi 1 üstü k.
Kosinusdan əzbərləmişik. Plus minus. Və sonda 2 pika, düzdürmü? Tangesdə, kotangesdə əzbərlədiyimsə heç nə yoxdur. Eləcə nə deyirəm ki, kotanges 0-ı nədə alır? Pi bölüsü 2'də. 90'da. 90'da almır, 0'da alır. 0'da alır. Deməli, 0'da bax da, deməli, kosinus 0 bölünsün, sinus 0 deyiləndir, yox, səhv deyirəm. Kotanges kosinus bölü sinusdur. Deməli, 90'da düz deyirsən. 90'da olacaqdır. Niyə bilsən? 90'da bu eləyəcək 1, bu eləyəcək 0, 0 bölək 1 də 0 eləyəcək. Üstə gələk, burada da nə olmalıdır? Pika. Cavabımız nədir? C. Yazın görək. Getdik 24'ə. Kökçü sağa keçirəm. Nə olur Fərid? Deyin görəm. Kökü sağa keçir. Nə olur? Mənfi kökü. Düzdürmü? Sonra 24'dən danışır. Deməli, 2 kosinus 2'yə 2 bərabərdir mənfi köksə. Hər tərəfi bölünən nəyə? 2'yə. Olur mənfi köküs bölünsün 2. Sonra deyirik ki, xüsusi halzat deyil də bu köküş bölü 2, düzdürmü? Ona görə adi formadan danışmalıyıq. Adi formada da kosinusda qabaqdan əzbərləmişdik. Əla. Onda argument bərabərdir. Qarşıda nə yazıram? Sonra bir də arka qayıdırıq, arkın qaydasına. Arkın qaydasında demişik ki, kıkılar var, kotangesdən kosinus. Onlarda mənfi olanda nə olur? Pi olur. Amma tangesdən sinus var, kılar olmayan. Orada nə olur? Bir itinə mənfi qabağa tulub rahatca geçsin. Deməli, yazmalıyam pi, sonra deyirəm ki, mənfini unutduq da mənfiyə görə pi çaq yazmışıq. Kosinus köküş bölü 2'ni nədə alır? 30 nəfər yazılır. Üstə gələk. Kosinusda nə öyrənmişik? Nə öyrənmişik? 2 pi k. Məndən eləcək qısa soruşduğuna görə hamısını bölməliyəm nə? İşarə olduğu kimi qalır. Çıxmışam qalıb 6'da 5. 6'da 5'i 2'yə bölmüşəm. 5 pi bölünsün 12 olur. 2'yə bölmüşəm. K. Tamam. Cavab? Başa düşəmə. Nəzir, nə olur? Niyə yazmışsın? Bir baxın görəm. 24 al. Yaxşı. Ciddi yara. 27'ye. Baxıram niyə almışsın? İndi şəklini seçək. Görən nə geçək. Bax, götürsən birinci şəklini çəksən. Şəklini çəkəndən sonra hesablayır. Köhnə oydu eləmi? Qulaq asaraq. Baş olar. Hansı aralıqdan danışır? Habi. Nə olub Habi? Bura Y-dir, bura X-dir. Düzdəmə? Burada 0'dan başlamışıq. Sonra 90 dereceden danışarıq. Sonra nə gələr? 180 derece gələr. 3 pi bölü 2 gələr. Sonra da 2 pi gəlir. Trigonometriya radiusu 1'ə bərabər olan çevrədən danışırsa, ən patolog qiyməti nə idi? 1, ən əksik qiyməti mənfi 1. Yaxşı. Onda söhbət gedir. Bizdə 27-ci tapşırıqdan danışırıq. 27-ci tapşırıqda kosinus deyir. Kosinus 0,77 deyir. Bax, bu qiymətin almasından danışırıq. Dedik ki, kosinus x deyir. Kosinus x. Kosinus x deyir. Kosinus onda 0'dan nə eləsin? 0 dərəcədə nə eləyir? Kosinus 0 dərəcədə 1. Ona görə nöqtəmizin biri buradadır. Sonra 90'da nə alır? Kosinus 90'da 0 eləyir. Ona görə gələr bura. Sonra 180'den eləyər kosinus? Mənfi 1. Gələr bura. Belə bir şey. Sonra 270'də y-in üstündəsən. Y-in üstündə olanda x-in qiyməti nədir? 0. Sonra 360 yenə qayıdıbsan 360'a. 360 0'dan eləyir də. 360'da sinusun qiyməti, kosinusun qiyməti
Sənin 360'da koysunuz nədir? Müsbət bir. müsbət bir. Qutarıq. Şəklimiz oldu belə. İndi o verdiyi qiymətdən danışıram. Verdiyi qiymət nədir? 0,77. Deyirəm, bax, bura 0,77-dir, düzdür? Bura 0,77-dirsə, qrafikimiz belə olar mı? Burada da neçə dənə nöqtəmiz var? 2 dənə. Məndən köylərinin sayını soruşurdu. Mən də qrafiklə kəsmə nöqtəsini tapdım. Deyirəm ki, 2 dənə kəsmə nöqtəsi var. Çatır? Neçə dənə kökü var? 2 dənə. Cavab verirəm. Heç kəsməsəydi deyərdim kökü yoxdur. Aydınım, amma kəsir. 2 dənə kökü var, ona görə tutarmışım. Sürətli olar. Gəldik 36-ya. Argument nədir bu dəfə? 3x sağ pi böl 5. Yaxşı. Yazın. Argument bərabərdir. Tangents biri nədə alır? 45'te. Yazaram 45 nəfər yazılır. Pi böl 4. Üstəcərək nə olmalıdır? Üstəcərək pika. Köməni argument bərabərdir. Biri nədə aldı? Pi böl 4. Üstəcərək pika. Hamısını birinci pi böl 5'e sağa keçirək. Qulaqsa. Belə bir şey. Sadələşdirəm. 20'də nə edir aşağılar? 20'də 9 pi. Sonra hər tərəf böləm nəyə? Mayəcə x lazımdır da, düz demə? 3'ə böldüm. Qulaq asırıq. 3'ə böldüm. Qutarım. Belə bir şey. Variant baxtarım. B. D. Qutarım. Satır. Tangents biri nədə aldı? 45'te. Tangents'te əzbərlik bir şeyimiz yox. Yazalım. Yazalım. Çıxsın səfərçinin nəticəsini burada göndərmədik deyəsənlərini. Amma sən mənə göndermişdin. Səhv sayı. Sadələk verdim hələ. Yaxşı. Buranı da göndər. Lütfen yaxınlaşdırın. Nədir? Nə yazdıqdan mısın sizə yazmaq? Yaxşı. Sonra qızçıyı köməkliyin görə nə araq? Aşağıda. Kosinus tək dərəcədən aldığı ən böyük qiymətimiz nə idi? Ən böyüyü 1. Ən kiçiyi mənfi 1. Göndərmirsən, aynı. Göndər bizlər mi o? Belə olanlar. Durur. Sən yazmağı göndər bana. Səhvlərinə də deyərsən baxar. Yaxşı. Nə getdik? Qızçı elə mi? Sildim onda buna. Elə mi? Köhnə buydu. Köhnə buydu. Yaxşı. Sən də girmişsin alt təzdən işləmən səni. Burada da işte sınaq kimi qrupa göndərək. Bax, kosinus 2x bərabərdir nə aşağılar? 4a'ya. Tənini həll edir. Deyirsən ki, 4a hansı arada oynamalıdır? Mənfi 1-dən yekə olmalıdır, 1-dən balaca olmalıdır. Amma bizdən nə istəyir asıl? Ancaq a-nın qiymətini istəyir da, düzdür. A-nın qiymətini istədiyinə görə hər birini bölürəm nəyə? 4'ə. Bax, 4'ə böldüm. Nə qaldı? Əla. 4'ə bölmüşəm. 4'ə bölmüşəm. Olar mı? Cavab da olar nə? Dıra. Tez götürək. Nailə, sən axırlarda qalanların çoxdur. Denən yazaq. Nömrələr qutardı. Deyin görən. Neçəyə baxırıq? Gedək nümunələrə. Gedək 45'ə.
50 yazmışım. Sonra da artıq ciddi elə bilirəm. Nasıl yox? Neçəyə qədər yazmış? 50'den başlayalım da. 55 yaş. Bax, qulaq as, harika. Qulaq as, bax 55. Yenə arqumenti köçürəm. Arqument nədir? Deyin görəm. Bax yazdım. X çap pi bölü x. Qulaq asısız. Sonra bu xüsusi haldır. Artıq mənfi bir üstü k yazmağa ehtiyac yoxdur. Düz değil mi? Xüsusi hal olduğuna görə. Mənfi biri nədə alır? Mənfi biri nədə alır? 270'də alır. Onda yazım nə? Sizin var oradan. Yaxşı. Deməli, mənfi biri sana sola keçirək. Yazdım. Arqument bərabərdir. Mənfi nə dalı dedik? 3 pi bölünsün 2. Yalan danışsan. Bizim qaydamız var. Biz dedik ki 270'i yox. Mənfi pi bölü 2'ni götürdük. Mənfi 90 demək, 270 demək deyilmi? Ona görə yazıram nə? Mənfi pi bölünsün 2. Üstəcələk. Bir də nə qədərdən sonra mənfi 1 alacaq? 2 pi k. Əla, nəzrin qulaqsa, qutardım. Bunu keçirəm sağa. Gəlin bir dənə hesablayaq, ortaq məxrəc eləsəm. Bu elifdə 6'da 3. Bu da elifdə 6'da 2. 6'da 2'dən də 6'da 3 çıxanda mənfi 6'da 1 qalmır mı? Üstəcələk 2 pi k. Amma ikisi tapmışıq, ona görə əziyyət çəkmir. Cavab olur nə bəndi? B. Qutardım. Yazaq, köçürüb, başa düşmədiyinizə sorusun, yanından köçürüb getməyin. Birinci çarpaz bura. Yaxşı. Çarpaz buranda nə edir? Deyin görəm. Bax, ma deyin görüm, mənfin yiyən kimidir? Xoş. Ay qızlar, yığışdırın qulaq asaqda. Kotanges mənfini yiyən. Qabağa atar mı? Olar. Mənfi, kotanges x bölü 2 bərabərdir. Tangens 69. Vuraq nə? Tangens 21. Düzdür mü? Buradan da yazaram kotanges x bölü 2 bərabərdir. Bu tangens 21'in əvəzinə ya da elə tangens 69'un əvəzinə 90 çıxaq 21 yazaram. 90'da adı dəyişər, olar nə? Deməli, bu mənfi gəlib bu üst tərəfə, hər tərəf mənfiyə bölmüşəm. Bunun adı oldu nə? Kotangesdən 21. Tangesdə kotangesdə vuranda arqumentlər bərabərdirsə, cavabı nədir? Tangens kotangesdə vuranda 1. Amma qabandan mənfi var deyə mənfi. Yenə yazıram, arqument bərabərdir. Yaxşı, o kimi idi ki, pi çal olurdu. Yəni, kosmosdan kotanges 40 var. Amma olduğu kimi qabağa atan kimiydi? Sinusdan tangens. Deməli, bu k-dır da, k-dır, kotangesdir, düz değil mi? Nə olacaq? Mənfini, yəni pi çal olacaq da, düzdür mü? Mənfini atılır qabağa. Sonra, kotanges 1'i nədə alır? 3 pi bölü 4. Yox, 1. Eləcə 1'i nədə alır? Eləcə 1 alır, 45'də. Pi bölü 4'də. Üstəcələr, eş nəzbərənməmişik, standart damsında nə olmalıdır? Pika. Amma məndən eləcə x-i soruşur. Mən tapdağım x bölü 2'dir. Eləcə x-i tapmaq üçün hamısını vuram nəyə? 2'yə vurdum. 2 pi sağ, pi bölü 2, üstəcəl pika. Ortaq məxrəcdə eləyən qutarsın. 2'ye vurması pika. Aha. Ortaq məxrəcə eləyəndə də elə mi olur? 4 çıxaq 1, 3. Üstəcəl 2 pika. Cəld olaq kötürək. Hə. Zaten göndərdin. Harada mı? Hə, o bunu bırak. Jürü. Üstücele.
Yaxşı. Getdi ara. Nə yapışıb, nə fikirləşib görün ara bilərik. Neçən sualdır? 18. Yaxşı. Yaxşı. Yazan oldu. Yaxşı. Nara. Nətər? Cəb baxaq da. Bax, sinüs kvadrat üstəcək kosinüs kvadrat. Argumentlər bərabərdirsə filan nəyə bərabərdir? Əla. Silim mən lövhən elə. Şuradan silək. Yaxşı. Bax, sinüs kvadrat üstəcək kosinüs kvadrat nə oldu? 1. Düzdür mü? Sinüs kvadrat üstəcək kosinüs kvadrat elədi 1. Baxın görün. 65. Bax, bunu keçirdik yolun öz tərəfinə. Sinüs x qalıb yerində. Kosinüs kvadrat mənfi dihamid. Keçdi sağa kənan, nə oldu? Müsbət. Bax, sinüsün kvadratının üstünə kosinüsün kvadratını gəldim. 1 elə. 1-dən də 2-yə 1 çıxdım. 2-yə 1. İndi belə heç yazmasaq olar, şifahi yazaq. Bax, 2-də 1-dir, xüsusi hal deyil. Xüsusi hal deyilsə, sinüsdə qarşıdan olmalıdır. Mənfi bir üstü K. Yaxşı. Mənfi bir üstü K olmayan cavablar tullayıram. Sonra sinüs 2-də 1-i nə dağılır? 30-dan ətər yazmıyor. Pi bölü 6-dırsa, pi bölü 4-ü də tullayıram. Bunu da tullayıram. Qalır nə? Ya da özün yazdına. Yazıram x bərabərdir. Xüsusi halda deyil deyək, mənfi bir üstü K. Pi bölü 3-də alıbdır. 2-də 1-i yoxsa pi bölü 6-dır, nə? Pi bölü 6-da alıbdır üstəcələr. Pi K. Qutar. Başa düşürük. Asandır. Gecirək, sonra necədir, geçirək. Cəld olaq. Yazaq. Bu günləri Fatimə yazdı ya, onun öfədə. Həli, o sual deyil o. Bax, ədəb silsilə ilə dediyi 1-dən 9-a qədər olan ədədlərin sayını kimisli. Axırıncı dərs Fatimə çıxdı öfədə yazdı, amma sənə qalsın. Kimisli. Bir dənə başlamışıq söz. Sürətli olaraq ikisi silsilə ilə gedir, dana da. Nə araşdırlar? Sinüsün çıxmasından nəyə gələk? Vurmaya. Vurmaya gələndən sonra da deyək ki, hasil sıfıra bərabər olduğuna görə ayrı axda sıfıra bərabər eləyir. Baxın, yenə sinüs nəsə çıxaq, sinüs nəsəni görsünüz, bax. Sinüs alfa çıxaq, sinüs beta. Bərabər 2 sinüs çıx yarı böl, kosinüs topla yarı böl. Düzdür mü? Nə yazıram indi? Fərqləyin görün. 70-ci sual. Yazıram 2 sinüs çıx yarı böl. Bax, bundan bunun çıxanda 2x-lər gedərmi? 1 üstəcəl 1 qalır, o da 2 eləyir. Çaq üstəcələ yolda da. 2-də 2-yə böləndə dərəcəsiz, zatsıza, biləcənə. Dərəcə olmayanda nə deməkdir o? Radian deməkdir da, düzdür mü? Yaxşı, bir də yazıram bura, kosinüs, topla yarı böl. Toplayanda 1-lər gedir, 4x edir. 4x-də yarı böləndə o sabitdir da, bu adi bir rəqəmdir. 57 dərəcədə nəsə qiymət eləyəcək, onu yazarsın. Onda hər tərəfi 2 sinüs 1-ə bölsəm nə qalır? Yəni, burada deyəm, tənliyin budur. Tənliyin cavabında 0 olması üçün, hasilin 0-a bərabər olması üçün vuruqlardan biri 0 olmalı. Sabit də 0-a bərabər olmayacağına görə kosinüs 2x bərabərdir 0-a. Özünüz hesablayın onun cavabını.
Bu 9 vurğudur. O 9 edir o ələtdən cəmi 9 vurğu burada. Təzdən bundan 9 dənə alır. 6-dan balacasın axı. 6-dan balacasınsa 5 dənə mi alır? 5 dənə dövrün. Elə bir həm yekən dövrünün danışması, həm balacanın dövrünün danışmasında. Burada danışılan budur. Təzdən burada danışılan budur. Yaxşı. Sonra, başa düşdün? Gəldi yara. Kömək ilə deyiyorum argumentin adını. Argument 2x bərabər. Kosinus xüsusi halda. Da plus minus yazmısan da xüsusi halda. 0 nədə alır? Pi böl 2, 90 da eləmi? 90 da alır. Sonra üstə nə qədər gəlməliyəm? Pika. Sonra hamısını böləm. Nədir? Yox, o xüsusi hallarda deyil. O sadəcə öz adi halındadır. Pi bölünsün 4. Ne? Yaz canım, ikisini də yaz. Bilmirəm. O nə bilmirəm, nə tərəfdə yaz da. Təzlə gəlmirdi, güney gəlirdi da, güney yazdı. Böldü 2 eləmi? Qutardı. Neçə tane oldu? Nə bəndə oldu daha doğrusu? Y. Qutar. Yazaq. Sürətli olaq. Yazaq. Gedək. Bax, müxtəsər kimi açırıq. İstəyirsiniz, ramoyda gedə bilərik. Sinus kvadratından kosinus kvadratın cəminə verəcəksən. 1. Tərəsi. Bax, burada birincinin kvadratı ilə ikincinin kvadratın cəmi sağ verəcək 1. Sağ. 2-də olacaq. 2 sinus sayfı kosinus sayfı. O da verəcəksən nəyi? Sinus 2 x-i, düzdür mü? 2 sinus alfa kosinus alfa nəyə bərabərdir? Sinus 2 alfa. Bərabərdir. Bərabərdir. Gəlin bunu burada hesablayaq gələk. 183-ə bölsən 50. 60-ı 5-ə vursan 300-ün əvəzinə yazaram 360 sağ 60. 300 da adı dəyişməz. 60-da da qiyməti nədir? 60-da kosinusun qiyməti 2-də verir. Yaxşı 400 neçənci rübdür? 300 neçənci rübdür? 3-cü rübdür, 4-cü rübdür. 4-cü rübdür də kosinus müsbətdir. Ona görə buraya yazdım nə? 2-də 1 aydızlar. Bax 1-dən 2-də 1 çıxsam nə qalır? 2-də 1. Yenə gedirəm. Sinusda qarşıda nə olurdu? Yazdıq. Mənfi 1 üstü k. Sinus 2-də 1-i nədə alır? Pi bölək 6. Üstə gələk nə? K. Hansında 2k olurdu? Kosinusda. Hamısını böldüm nə? Nə eləyər? Üstə gəl. Qutar. Nə bəndi? Tez yazaq. Həzir, niyə yazmışsınız? Nədir? Kosinusda nə olur? Aha. Sualında yox, adi halında. Yazaq. Yaxşı. Nə arıq deyirsiniz? Silin əfənin. Ən kiçik qiymətini tapdır. X-in hansı qiymətlərində ifadəsi ən kiçik qiymət alardı. Qulaq as. Köhnə hansıdır? Sinə. Bağışla. Qulaq asaq. Birinci kvadrat düzəltməliyik. 2-ni çölə çıxardın. Gör başa düşsən mi? Bax, 2-ni çölə çıxardıram, nə qalır arxalar? 2 tangens kvadrat. Üstə gələk nə? Üstə nə gəlm ki, müxtəsər olsan? Bax, bunu buna vuranda bu eləyəcək. Bunu buna vuranda bu eləyər. Amma bunu buna vuranda 2 eləyir. 2 üstə nə gəlm 5 eləsin?
Sonra kvadratı yığışdırın. Musaqlasın. Düzdürmü? Sonra ifadənin ən kiçik qiymətini alması üçün kvadratın altına ən kiçik qiymətini olmalıdır. Bu sıfıra bərabərsə tangisi x nəyə bərabər olmalıdır? Tangisi mənfi 1-i nədə alır? Tangislə sinusda mənfin qabahat oluyorduk. Düzdürmü? Mənfin qabahat olamışam. 1-i nədə alır və? Pi böl 4. Düz deyirsən. Üstəcə pika. Qutarlıq. Cavab oldu nə? 1. Keç götürək. Ertuğrul da yazırsan. Yeşunlaşdırın efendim. Elçiran da yazın. Sen de. Sürətli olan nəzarət da yazırsan. Cidəhmi? Hər tərəfi bölənməyə kömək eləyin. Hər tərəf böldüyüm şey nədə alır? 2-lərdir. Yazıram, argument bərabərdir. Sinusda qarşıda nə olurdu? Mənfi 1 üstü k. Sonra sinus 2-1-i nədə alırdı? Pi böl 6. Üstə gələk. Nə olur həmişə? K. Hansında 2 k olurdu? Mən eləcək saxtalaram deyə hər tərəf nəyə bölünməmədir? 4-ə. 4-ə böldü nə qaldı? Pi böl. Üstə gələk. Pika bölək. 4. Çatır. Başa düşürük. Hə, heç nə aralıqdan deyilir, hə mi? Yaxşı. Onda yerinə 0 qoyaq birinci. Bax, deyirəm, x bərabərdir 0 olsa. X-dən k bərabərdir 0 olsa. K-ya 0 verin. K-ya 0 verəndə bir dəfə mənfi pi böl 24 alıram. Bir dənə müsbət. Mənfisi bu aralığa daxil olmayacağına görə bir dənə müsbətini götürürəm. Bir cavabım bu oldu mu? Sonra gedirəm yerinə 1 yazmağa. 1 yazsam, görün nə alıb, şıqıldatmayın. K-ya 1 yazsam. Bu 45 dövmü. Bax, belə 24-də 6 da deyə bilərsən. 24-də 6-da da bu. Bunun mənfisini götürsəm, gör nə eləyir. 24-də 6-dan 24-də 1-nə çıxdım, nə qaldı? Mənfisini götürəndə deyərlər ki, elə bura 1 yazanda mənfi eləyir da. 24-də 6-dan da 24-də 1-ni çıxanda nə qaldı? 24-də 5. Düzdür? O da aralığa daxil olar da yəqin ki. Çünki bu 24-də 12 demək dövmü. 24-də 12 deməkdir da. O aralığa daxil. Yaxşı. 2 yazsam nə baş verir görün. 2 yazsam 2 yazsam bu müsbət olacaq. Bu da 90 üstəcəl nəsi olacaq? 90 üstəcəl nəsidir ki 90-dan böyük olduğuna görə götürmürük da, düzdür mü? Lazım deyil, yəni bizim 2 dənə kökümüz olur. Yaz, yetişirsən. Çox sağ olun. Sağ olun. Cadullah. Ged öbürsünə. Yaz o. Köhnə bu belə. Sana yaz görəm. Qulaq asaq. Bunu da silən misal görəm. Hamısını ayrı-ayrı hesablamalıyıq, eləmi? Artıq yerinə qiymət qoyulanlardan da ehtiyatlı olan, incə yazdığımız da oydu. Filan, yaxşıdır filan. Ayıqdır filan. Bax, birincidən danışıram. Xüsusi aldıda aşağılar. Bax, birinci sinus 2x bərabərdir, mənfi 1-ə. Argument bərabərdir. Xüsusi alındığına görə qarşıda heç nə yazmırıq. Mənfi 1-i sinus nədə alır? 270-də nəfər yazdılar. Mənfi bölə 2 kimi. Mənfi 90 kimi da, mənfi 90. Yaxşı, üstə gələk. Bir də harda alacaq mənfi 1-i? Nə qədərdən sonra? 2 pika. Yazdım, nə? 2 pika. Amma məndən x istəyir yahi. Ona görə nə qarım? Hamısını böldüm. 2-yə kömək elə görəm. Mənfi pi böldüm. Üstə gələk. Pika. İndi buna bax.
müsbət kökü deyir də. Ən kiçik müsbət kökü, ən kiçik mənfi kökü. K'ya 0 verirəm. K'ya 0 verəndə ikisini alıram. K'ya 0 verəndə ikisini alıram. Mənfi pi bölə 4. Düzdür mü? Nə bəndidir? Ən böyük mənfi kökü qutar. Bir de bu olmalı. Bu müsbət kökü də lazımdır. Yaxşı, onda gəl bir dənə də müsbət 1 verək. 1 yazanda gör nə olur? 180 çarx 45. 180-dən 45 çıxanda 3 pi bölək 4 eləyərmi? Qutarıq. Ona görə həm də bu bəndə uyğun gəlir. Yaxşı, bu da qutarıq. Getdim ikinciyə. İkinciyə baxın. Kosinus x bölü 2 bərabərdir mənfi 1-ə. Yenə argument bərabərdir. Qulaq asırıq. Yenə xüsusi aldı. Kosinus mənfi 1-i nədə alır? Kosinus 1'i 0'da olur. Mənfi 1-i nədə alır? 180 nətər yazılır? Pi bu. Pi üstə gəlinsin. Bir də harda olacaq? Nə qədərdən sonra olacaq? Pi bölü. Bir 360'dan sonra olacaq. 2 pi k. Bax, 180'də aldı mənfi 1. Sonra 270'də eləyəcək 0. 360'da 1. 90'da 0. Düzdür mü? Bir də 180'də alacaqdır da. Tam quru qurumalı. Hamısını nəyə vuraq? Nəzrin? 2'yə vurdum, 2'yə vurdum, 2'yə vurdum. Ən x'ə, k'ya yenə 0 verirəm. K'ya 0 verəndə x nə olur? Kızlar. K'ya 0 verəndə x'imiz 2 pi. Ən kiçik müsbət kökü A bəndi. 2 pi olmalı. Eləmi? O da var. Yaxşı. K'ya onda bir dənə mənfi 1 verir. Mənfi 1 verəndə 2 çarx 4 olur. 2-dən 4-ünü çıxanda mənfi 2 dənə pi qalır. Tutar. Ona görə uyğun gəldi. Y bəndi. Getdik sonuncudan danışmaq. Yenə yazıram. Argument bərabərdir. 40'lardan olurdu. Pi çarx. Görüşdür. Pi çarx. Düzdür mü? Yazıram. Pi çarx. Pi çarx. Kotanges köküsü nədə alırdı? Kotanges köküsü 30'da. 30 nətər yazılır? Üstə gələk nə olmalıdır? K. Hamısını vururam nəyə? 3'ə. 3'ə vurdum 3 pi. 3'ə vurmuşam pi bölü 2. 3'ə vurmuşam 3 pi k. Sadələşdirin görürəm. 6'dan çıxanda birini 5 pi bölünsün 2. Üstə gəlinsin 3 pi k. X'ə 0 versəm, bu bəndə olur mu? Daha doğrusu k'ya 0 verdim, x'in qiyməti 5 pi bölünsün 2 olur. Çatır. Test götürək. K'ya 0 verdim, x'ı aldım. Yaz. Gid olsun. Nəyə baxır? Sonuncu da bu. 95 yok. Yaxşı. Bax, Levin diaqramında A çoxluğu ilə sinusu tənliyinin, B çoxluğu ilə kosinus tənliyinin köklərini bəziləri işarə edilib. A və C ədədləri tənliyin ən böyük mənfəlləri B ədədi ən kiçik müsbət həlli olarsa A, B, C cəmini tapın. Geçək sualdır, təzə sualdır. Köhnə kitabda bu sual olmuyor. Daha. Onu da bağla. Ciddi artıq. Silin öfəni. Görün nə deyir. Bax, ayrı-ayrılıqda hesablayın gedin. Hamısı xüsusi hallardır da. 1'ə bərabər olan xüsusi hallardır. Xüsusi halları da özümüz tapıb çıxarıb yazaq. Sonra da yenə k'ya 0, 1, mənfi 1 verib cədvəli Venn diaqramını doldurmalıyıq. Qulaq asaq. Bax, 94. Hesablayın yazaq. Argument nədir deyin görün. Argument bərabər. 1'in adı alır. Sonra nə vaxt alacaq? Tam kuruqdan sonra, düzdür mü? Eləcək x'ı tapmaq üçün araq. Üstə gələk, pikap. Bax, orada deyir ki, ən böyük mənfi həlli, düzdür mü?
ən böyük mənfi həlli. Deməli, K-ya mənfi 1 verim ki, mənfi həllinin ən böyüyünü tapılmazsın. Bu elədi mənfi 180, düzdürmü? Elə bir pi böl 4 üstə gəlsin, mənfi pi eləyir. O da x bərabərdir nə olur? Deməli, 1 çarx 4 pi olur, pi çarx 4 pi. O da eləyir mənfi 3 pi bölünsün 4, düzdürmü? O da nə demək ki, mənfi 135, düzdür? Deməli, deyir ki, nə daşdır? Tənin köklərinin bəziləri işarə edilir. A və C ədədləri tənin ən böyük mənfi həlləri. Ən böyük mənfi həlləri. A-nın ən böyük mənfi həlli nə oldu onda? Bura ən böyük mənfi həlli. İndi ikincidən də danışaq gəlin. Bu ən kiçik müsbət həlli. Gəlin bunu tabaq bir dəfəni içirik də. K-ya nə versəm ən balaca qiymətimi alaram? Deyin görəm. Bura K-ya nə verim ki, ən kiçik müsbətini alım? 0. Düzdürmü? 0 yazdım. 0 yazanda ən kiçik qiymətim nə oldu? Pi böl 4 nə deməkdir? Deməli, bu nəyə bərabər imiş? Bir dənə qaldı bu sonuncu. Yazıram. Kosinus 8x bərabərdir 1-ə. Argument bərabərdir. 1-i nədə alır? Pikada, yalan desən 2 pikada. Bax, 0-da alır. 0 yazıram, 0 eləyir, 0-da alır. 1 yazıram, 360 eləyir, 360-da alır. Mən pika yazsam, 180 eləyəcək. 1 yazanda 180 eləyəcək. 180-ə mənfi 1 qalır. Yaxşı. Hər tərəf bölünəm nəyə? O da eləyir, pika bölünsün 4. Tutar. Bizə deyir ki, bir ədədi ən kiçik müsbət həlli olarsa, burada mənfi həlli lazım idi bizə. Onda K-ya nə deyim ki, ən böyük mənfi həllini tapın? Mənfi 1 deyim. Mənfi 1 deyəndə nə olur? Mənfi pi böl 4. O da nə deməkdir? Mənfi 45. Bu da oldu. Mənfi 45. Bizə də deyir onlar cəmlə. Mənfi 45 müsbət 45-i yiyəcək. Mənfi 135 üstə gələk 45 üstə gələk mənfi 45. Cavab deyək. Mənfi 135. Dərəcə ilə deyil. Biz də dərəcə ilə almışıq da. Çatır. Tez köçürək. Cəldullah.